7-ci sinif biologiya 2-ci hissədən sözlük. Baxaq. Mən deyərdim ki, bu sözlükdə verilən bu ifadələr ki var, bunları öyrənən hər bir kəs biologiyanın əksəriyyət hissəsini mənimsəmiş olur. Burada verilir birinci abiotik amillər. Bildiyimiz kimi A inşa şəkilçisidir. Bio isə həyat deməkdir, yəni cansız amillər. Burada canlı orqanizmlərə birbaşa və ya dolayısıyla təsir edən işıq, temperatur, hava, su, torpaq kimi cansız təbiət şəraiti hesab olunur. Avtotrof orqanizmlər işıq və kimyəvi rabitə enerjisindən istifadə edərək qeyri-üzvü maddələrdən üzvü maddələr hazırlayaraq qidalanan orqanizmlər. Autos özü trofi qidalanma deməkdir. Yəni burada üzvü maddə hazırlayan canlılardan söhbət gedir. Bentoz su ekosistemlərinin dip hissəsində yaşamağa uyğunlaşmış orqanizmlərin cəmidir. Məsələn, anadontanı buna misal göstərmək olar. Biom deyəndə yer kürəsinin təxminən eyni temperatura malik və eyni miqdarda yağış və qar yağan, müəyyən iqlimi olan, müəyyən bitki və heyvanların yaşadığı böyük ərazi hesab olunur. Misal, Arktika, Antarktida biomlarını misal göstərmək olar. Biomüxtəlifliyə gəlincən, burada canlıların müxtəlifliyindən söhbət gedir. Yer kürəsində bitkilər, heyvanlar, göbələklər və mikroorqanizmlər kimi bütün canlıların, onların yaşadıkları ekosistemlərin müxtəlifliyidir. Yəni, ayrı-ayrı növlərin mövcudluğundan burada söhbət gedir. Biotik amilə gəlincən, orqanizmlərin digər orqanizmlərə, həmçinin onların yaşayış mühitinə göstərdiyi təsirlərdir. Biotik amillər dedikdə, burada canlı orqanizmlər digər canlı orqanizmlərlə qarşılıqlı əlaqədə olması nəzərdə tutulur. Detrivor, ölmüş bitki və heyvan qalıqları, yaxud onların tullantı məhsulları ilə qidalanan canlılardır. Detrivor deyəndə burada redüsentləri də nəzərdə tuta bilərik. Həmçinin soxulcandır, xərçəngdir, onlar da detrivor ola bilər. Ekoloji piramida müəyyən bir ekosistemdə canlıların qidalanma əlaqəsini və müxtəlif trofik səviyyələr vasitəsilə enerji və ya biokitlə axınını göstərmək üçün piramida şəklində qrafik təsvirdir. Deməli, ekoloji piramida bildiyimiz kimi həm ekoloji piramida, həm qida piramidası, həm say piramidası və digər piramidalarda mövcuddur. Fitoplankton suda yaşayan və ancaq su cəryanının qüvvəsi ilə hərəkət edən avtotrof orqanizmlərdir. Fitoplankton deyəndə biz bura xlorellanı misal göstərə bilərik. Onlarda qamçı yoxdur, onlar suyun axını vasitəsilə su onlara hara apardı, o istiqamətdə də hərəkət etmiş olurlar. Herbivorlar yalnız bitkilərlə qidalanan canlılar və ya ilkin konsumentlər və yaxud biz buna birinci dərəcəli konsumentlərdə və yaxud da ki, ot yiyənlər də, otla qidalananlar da deyirik. Heterotrof orqanizmlər hazır üzvü maddələrlə qidalanan orqanizmdir. Heteromüxtəlif trofi qidalanma deməkdir. Bura heyvanları və göbələkləri və əksəriyyət bakteriyaları misal göstərmək olar. Xeliser hörümçəklərin əsasən hücumda, qidanın tutulmasında və müdafiədə iştirak edən bir cüt iti uzlu çənə çıxıntısıdır. Bax, burada göstərilibdir. Zəhərlərini də xeliserlə tutduqları ovun bədəninə yeritmiş olurlar. Onu iflic eləyirlər, daxili möhtəviyyatı horra şəklinə düşür, maye şəklinə düşür və onu soğurmaqla qidalanırlar. Xitin boğmayıqlarda bədəni xaricdən örtən, skeletə möhkəmlik verən karbohidratlardır.
bildiyimiz kimi boğmayıqlarda xarici skelet mövcuddur ki, xarici skelet də bax bu xitin örtükdən təşkil olunubdur. Karnivor yalnız heyvanlarla qidalanan canlılar və ya ikinci dərəcəli konsumentlər və yaxud da ki, ət yeyənlər kimi götürülə bilər. Klimatoqram il ərzində müəyyən ərazidə temperatur və yağıntının miqdarı kimi iqlim elementlərinin qrafik təsviridir. Kommensalizm iki müxtəlif canlı orqanizm arasında gedən, biri üçün faydalı, digəri üçün isə heç bir təsirə malik olmayan müsbət qarşılıqlı təsir formasıdır. Məsələn, at pıtrağının heyvanlar vasitəsilə uzaq məsafələrə yayılmasını misal göstərə bilərik. Manti, molluskalarda bədəni örtən və çanaq əmələ gətirən dəri büküşüdür. Bu manti adətən içitaylılarda və molluskalarda mövcud olur. İçitaylılarda, yəni içitaylı molluskalar, bir də qarnayaqlı molluskalarda manti pərdəsi mövcuddur. Meduza adətən çətir şəkilli bədən formalı və fəal hərəkətli bağırsaq boşluqlardır. Mutualizm hər birinin fayda əldə etdiyi iki və ya daha çox müxtəlif canlı orqanizm arasında ekoloji qarşılıqlı əlaqə formasıdır. Məsələn, arının çiçəyi tozlandırmasını misal göstərmək olar. Bu həm arı üçün, həm də bitki üçün faydalı olur. Mühit, orqanizmin həyat fəaliyyətinə təsir edən cansız və canlı təbiətin bütün şəraitidir. Yəni, hər bir canlı müəyyən bir mühitdə yaşayır. Ola bilər su mühiti, hava mühiti, torpaq mühiti və parazit isə digər canlı orqanizm onun üçün mühit ola bilər. Nekton, su hövzəsində üzən və sərbəst hərəkət edən balıq, bəzi mollusk, dəniz tısbağası kimi su canlılarıdır. Yəni, su laylarında üzən balıqları və digər canlıları gördüyünüz kimi buna misal göstərə bilərik. Növ, cinsiyyətli yolla çoxala bilən, nəsillər əmələ gətirmək üçün bir-biri ilə sərbəst cütləşən, oxşar orqanizmlərin ən böyük qrupudur. Omnivor, həm bitki, həm də heyvanlarla qidalanan canlılar. Yəni, biz buna hər şey yeyənlər də deyirik. Bura kirpini, qarğanı, qonur ayını misal göstərmək olar. Qalanlarını isə növbəti dərsimizdə. Sağ olun.